A tək, B isə cüt ədəd olarsa, aşağıdakilərdən hansılarının qiyməti cüt ədəddir? Tək-tək yoxlamalıyıq. 4 dənə ifadə verilib. Birinci ifadədə A kvadratı, A tək olduğuna görə A-nın kvadratı təkdir. Yazaq bura tək, T hərfi ilə yazırıq. Cütü cüt ilə. 3AB. Buradakı B cüt olduğuna görə hasil cüt olacaq. Deməli, tək üstəgəlsin cüt alınır birincidə. Bunun da qiyməti təkdir. İkinci ifadəyə baxaq. Deməli, AB hasili B cüt olduğuna görə cütdür. Üstəgəlinsin B kvadratı B cüt olduğuna görə kvadratı cütdür. Üstəgəl cüt alınır. Yenə cüt. Üçüncü sualda B kvadratı cütdür. Çünki B cütdür. Kvadratı cütdür. Üstəgəlinsin 2A kvadratında 2'ye vurulduğuna görə A tək olsa da cüt olsa da o da cütdür. Demək, bunların cəmi də cüt olacaq. Dördüncü bəndə baxaq. 3AB. Burada A var. 3 və B-nin, daha doğrusu B var. 3 və A-nın tək olması fərqi yoxdur. B-yə görə hasil cüt olacaq. Dördüncüdə 3AB cütdür. Üstəgəlinsin B kvadratı yenə cütdür. Çünki B cütdür. Üstəgəl cüt alınır cüt. Birinci ifadədən başqa 2, 3, 4 hər üçü cütdür. Bunu rəqəm qoyub yoxlamaq olar. Məsələn, A-ya 1 yazarıq, B-yə 2 yazarıq. Hər dördünün, hər birinin ifadəsini hesablayarıq. Yine 2, 3 və 4'ün cüt olduğunu görərək. Doğru cavab C bəndi. Aşağıdakilərdən neçəsi doğrudur? 5 dənə ifadə verilib, tək-tək baxaq. Birincisində A və B çoxluğun kəsməsidir. Təxmini bir qrafik çəkək, Euler-Venn diaqramı. Bu olsun A və bu da B çoxluğu. Birincisində A və B çoxluğun kəsməsi qeyd olunub. Kəsmə bu hissədir. Bu A çoxluğunun A çoxluğudur, bəli. A çoxluğu bütöv çoxluqdur və həmin çoxluq kəsmə A-nın daxilində yerləşir. Doğru fikirdir. Doğru ifadədir. İkincisində A və B-nin kəsməsi yenə rənglənmiş həmin hissə və bu hissə A çoxluğudur A və B-nin birləşməsinin. Bəli, şəkildə bunu görə bilirik ki, A çoxluğun kəsişməsi birləşmə A çoxluğu doğrudur. Üçüncüsündə A və B-nin A və boş çoxluğun kəsişməsi, burada boş çoxluq istənilən çoxluğu da kəsdikdə boş çoxluq alınmalıdır. A yox, bu yanlışdır. Dördüncü ifadə A çoxluğu ilə B çoxluğunun birləşməsi, daha doğrusu boş çoxluğun birləşməsi A-ya bərabərdir, doğrudur. Beşinci üçün yenidən çəkək diaqramı. Bu olur A çoxluğu, bu da olsun B çoxluğu. A və B. A çoxluğu, deməli bu hissə və bu hissə bütöv birləşmə olan çoxluqdan bu çoxluğun A çoxluğudurmu? Bəli. Diaqramdan görə bilirik. Sonuncu ifadə doğrudur. Deməli 5 ifadədən 4'ü doğrudur. Neçəsi doğrudur? 4'ü. Cavab D bəndi. Qırmızı ilə göstərək. Bunun cavab D bəndi. Rənglənmiş hissəni tapın. Diaqram verilib 3 çoxluqdur. Rənglənmiş hissə kənarlardır. Ortadakı B çoxluğu rənglənməyib. Deməli B çoxluğu çıxılıb. Bu tip suallarda adətən daha tez tapmaq üçün birinci çıxılan çoxluğu seçirik. B çoxluğu çıxılmalıdır. Hansı çoxluqdan çıxılıb? A və C-dən. Deməli A bəndi deyil, B çoxluğu çıxılması yoxdur. C bəndə deyil, D də deyil, E də deyil. Deməli doğru cavab B bəndidir. A və C-nin birləşməsindən B çoxluğu çıxılıb. Verilmiş ifadənin qiymətini hesablayın. Burada deməli 24'dür sonuncusu. Başdan hesab 1 yoxdur. 1 yoxdur. Deməli 23 dənə mötərizə var burada. 23 sayda mötərizə var. Hər mötərizənin qiyməti tək-tək yazaq və ixtisar aparaq. Görək nə qalır. Birincində alınır hesablayanda 2'də 3. Növbətdə alınır 3'də 2. Ondan sonraki də alınır 4'də 3 və sonra 5'də 4. Biz burada bir qanuna uyğunluq görürük. Çünki ilk ikisini ixtisar etsək 1 qalar. Üçüncü və dördüncüdə 1 qalır. Bundan sonralar bir də ən sonuncu 24'də 25 var. Bu 23'üdür. 23'üncü. Demək ki, əvvəldə olan 22 dənəsi 2, 2 hamısı 1'ə bərabərdir. Bir dənə sonuncusu ixtisar getmir, o qalır qiymət olaraq. Yəni, verilmiş ifadənin qiyməti 24'də 25'ə bərabər olacaq. Doğru cavab B bəndi. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. 1 kiloqramı 2x manatdır. Əgər şəkər tozunun qiyməti 25% artarsa, 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Birinci 2x'i 25% artaraq, deməli 2x vurulsun 25% artsa olacaq
125. %125'e vurmalıyıq bunu. %125. 25'e ixtisar gedir. Qalır 2x vurulsun 4'te 5. O da bərabərdir. 4'dən 2 ixtisar getsə 5x bölü 2. Bunu 2,5x kimi yazmaq da olar. O şəkildə də qala bilər. 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Biz 3x'i bölməliyik 2,5x-ə və ya 2-də 5x-ə. Adi kəssə bölək ki, hesablama rahat olsun. Bölünsün 2-də 5x. Birinci ifadə olduğu kimi qalır. Kəsrin tərsinə yazırıq qiymətlərini. 5x-də 2. X-lər ixtisar gedir. Biri məxrəcdə, biri surətdə. X-in üzərində xətt çəkəndə ixtisar rəxət eyni olur. Ona görə belə göstərdim. Qalır burada 6 bölünsün 5. Onluq kəsə çevirsə alınır 1,2 kiloqram. Deməli 3x manata 1,2 kiloqram şəkər tozu almaq olar. Doğru cavab B bəndi. Verilmiş ifadənin qiymətini hesablayın. Kəsirlər üzərində əməllərdir. 4-də 3 kəsiri birinci olduğu kimi qalsın. Yuxarıdakı kəsirə 4-də 3-dən biri çıxan yaza bilərik. 4-də 3 çıxılsın 4-də 4. Aşağıda isə 4-də 4 çıxılsın 4-də 3. Əslində bunlar bir-birinin əksidir. İxtisar aparıb birbaşa mənfi 1 yazmaq olar. Amma biz hesabladıq. Yenə mənfi 1 alınacaq. Üstə gəlinsin 1 bərabərdir. 4-də 3 bölünsün. Yuxarıda alınır mənfi 4-də 1. Aşağıda alınır müsbət 4-də 1. Yəni ixtisar gedir. Mənfi 1 qalır. Bərabərdir. Ardını köçürdük. 4-də 3 bölünsün mənfi 1. Mənfi 1'dir. Bölünsün mənfi 1. Üstə gəlinsin 1. O da bərabər. Birinci bölümü olduğuna görə 4-də 3 böl mənfi 1 olur. Mənfi 4-də 3. Üstə gəl 1. Bərabərdir. 1 çıxılsın 4-də 3. Və ya 4-də 4 çıxılsın 4-də 3. Alınır bərabərdir 4-də 1. Doğru cavab C bəndi. Nisbət verilib bu şərti ödəyən A, B, C, D ədədlərinin müsbət ədədlərinin hansı ən böyükdür? Bu nisbəti biz bərabərdir bir K yazırıq və ya K-nı yenə 1 yazmaq olar. 1 yazsaq daha tez tapmaq olar ki, A 5-dir, B 6, ta ki E9 və ən böyüyü E-dir. Amma biz ümumi halda həll eləyək. K yazdığımıza görə alınır ki, A bərabərdir 5K-dır. 5 ilə 5 ixtisar gedib K-ya bərabər olub. Eyni qayda ilə B bərabərdir 6K, C 7K alınır. Deməli, D bərabərdir 8K, E də bərabərdir 9K-dır. Ədədlər müsbətdir. Deməli, K da böyükdür 0-dan. K 0-dan böyükdürsə, ən böyük burada 9K olacaq. E. Doğru cavab E bəndi. 18 ədədi 30 ədədinin neçə faizidir? 30 100%-dir. 18 isə bunun neçəsə faizidir. Yazırıq bura 18 x. Yəni faiz yazaq. Faizləri hesablamadan nəzərə almarıq. Deməli, çarpaz vururuq. 30x bərabərdir 18 vur 100. X bərabərdir 18 vur 100 bölünsün 30. Bunu birbaşa düstur kimi də yazmaq olardı. 18 və 30 vur 100 kimi. Hesablayaq. Sıfırları silsək. 18 vur 10 bölünsün 3. 18-dən 3 ixtisar gedir, qalır 6. Olur 60. 18 30-un 60%-dir. Doğru cavab E bəndi. A, C, P nöqtələri bir düz xətt üzərindədir. Təxminən bir düz xətt çəkirik. Tutaq ki, bu düz xətti bunun üzərində var A, C və P nöqtələri. Amma bu şərt ödənməlidir. A, P üstə gəl, PC bərabərdir AC. Biz buradan görürük ki, P ortada olmalıdır ki, AP ilə PC'nin cəmi bərabər olsun AC-yə. Digər nöqtələrdə isə başqa bir düz xəttdir. TKS-dir. Burada da TK üstə gəl KS TS-ə bərabər olduğundan bu şərt ödənməsi üçün K ortada olmalıdır. K burada yerləşməlidir. T burada, S isə burada. Hansı nöqtələr digər ikisi arasında yerləşir? Birinci düz xəttdə P nöqtəsidir. İkinci düz xəttdə isə K nöqtəsi. P və K. Doğru cavab B bəndi. BC paraleldir DK. Bunlar oxdan göstərək. BC xətti paraleldir DK-ya. Bucaqlarda istifadə olunacaq. Bu deməkdir ki, DFK bucağı 48 dərəcədir. Uyğun tərəfləri paralel olan bucaqlardır. DK perpendikulyardır DY. Demək, bu şəkildə göstərilib 90 dərəcə. Bu deməkdir ki, bu bucaq olacaq 90 dərəcə çıxılsın 48 dərəcə.
Bu şəkil üzrə həll etmək daha yaxşıdır. Bərabərdir alınır 42 dərəcə. Bu bucağı tapdıq. Olarsa bucaq BDY-ni tapın. Bucaq BDY isə bu bucaqdır. Bu bucaqda 42 dərəcənin qonşu bucağıdır. Yazırıq bucaq BDY bərabərdir 180 dərəcə çıxılsın 42 dərəcə. 180-dən 40 çıxanda 140, 2 dərəcə çıxanda 138 dərəcə alınır. Doğru cavab E bəndi. Deməli, burada istifadə edirik paralellikdən 48 dərəcə bərabər oldu. Bir də 90 dərəcəyə görə 48-in yanındakini tapdıq 42, sonra isə qonşu bucağı tapdıq 138 dərəcə. Cavab E bəndi. 3/4 nisbətində olan 2 ədədin cəmi 28 olarsa hasili tapın. Deməli, 3/4 nisbətindədirsə, bu 2 ədəd x və y ilə işarə edək. Onda biri olmalıdır 3k, digərisi olmalıdır 4k. Və bunların cəmi x üstə gəlsin y bərabərdir 28. 3k ilə 4k-nın cəmi olur 7k bərabərdir 28, k bərabərdir 4. Onda yerinə yazsaq alınır x bərabərdir 3 vur 4, 12, y bərabərdir 4 vur 4, 16. Bu ədəddən hasilini tapın. 12 vurulsun 16-nı tapmalıyıq. O da bərabərdir 192 alınır. Doğru cavab B bəndi. A kiçikdir B kiçikdir 0 olarsa verilmiş ifadəni sadələşdirin. Burada B mənfidir. A isə ondan da kiçik mənfidir. Bunu nəzərə almalıyıq. Deməli, birinci modulda A üstəgəl B'dir. Bunların hər ikisi mənfidir. Deməli, modul daxilindəki ifadə mənfidir. Ona görə biz bunu mənfisi ilə yazmalıyıq ki, içəridəki mənfi ilə qarşıdakı mənfi birləşib müsbət olsun. Çünki modulun qiyməti işarəsi müsbət olmalıdır. İkinci modula baxaq. 2 çıxılsın B. B mənfi olduğuna görə bu ifadənin qiyməti müsbətdir. Onda bunu olduğu kimi yaza bilərik. 2 çıxılsın B. Yerinə yazsaq, deməli, mənfi A üstəgəl B üstə gəlinsin 2 çıx B. Sadələşdirək bərabərdir. Mənfi A çıx B üstəgəl 2 çıx B. O da bərabərdir. Mənfi A çıxılsın 2B üstə gəlinsin 2. Bəndlərdə bu cavab var. C bəndi. Doğru cavab C. Gündə 5 saat işləyərək 20 metr kvadrat sahəni 4 gündə şumlayan bir işçi gündə 6 saat işləyərək 30 metr kvadrat sahəni neçə günə şumlayar? Burada bunu bir neçə üsuluna yazmaq olar. Biz ümumi bir üsuluna yazaq. Sonra bu misala uyğun olan bir xüsusi üsullarını yazarıq. Deməli, gündə 5 saat işləyir. Yazırıq burada 5 saat. 20 metr kvadratı sahəni şumlayır və 4 gün. İkinci halda bizdən nəyə soruşur? Gündə 6 saat işləsə 30 metr kvadratı üçün neçə gün lazımdır? Buraya yazım x gün. 2-2 bunların mütənasibinə baxaraq təslimi düzdürmü? Sahə çox olarsa onu şumlamaq üçün daha çox vaxt lazımdır. Deməli, ilk ikisi düz mütənasibdir. Çarpazı vurulacaq. 5 vurulacaq 30-a, 6 vurulacaq 20-yə. Sahə nə qədər çox olarsa şumlamaq üçün daha çox gün lazımdır. Bu yenə düz mütənasibdir. Yenə bunlar tərsinə vurulacaq. 20 30-a, 30 isə 4-ə. Hasillərini yazaq. 6 vurulsun 20 vurulsun x bərabərdir. 5 vurulsun 30 vurulsun 4. İxtisar apara bilərik 5 ilə 4 20-yə bölünür. Yəni 20 ilə ixtisar olur. Qalır 6x bərabərdir 30 və x bərabərdir 5. Bunu fərqli cür belə yazmaq olar. Deməli, 5 saat işləyir 4 günə. Deməli, cəmi 20 saat vaxt sərf olunur. 20 saat və 20 metr kvadratı sahə şumlanır. 30 metr kvadrat üçün də tənasübdən burada daha sadədir. Bilərək taparıq ki, bunu 30 saat lazımdır. Bunu biz tapırıq hesablamaqla. 30 saatı da günə 6 saat işləyirsə 30 bölürük 6-ya alınır cavab 5. Yəni bu şəkildə yazmaq olar. Daha bir neçə fərqli üsullar da var, amma birinci yazdığımız ən ümumi üsul budur və tapdıq ki, cavab 5 gün. Doğru cavab B bəndi. Mənfi 2,4 ədədinin kəsr hissəsini tapın. Bunu birinci düsturlarını yazaq, tapılma qaydasını, sonra taparıq kəsr hissəni. Deməli, ədəd bərabərdir. Tam hissə, baş hərflərini yazdım ki, daha rahat yadda qalsın. Tam hissə üstəgəl kəsr hissə. Birincisi ədəddir. Bu tam hissədir. Bu isə kəsr hissədir.
Birinci hərflərlə yazmışam. Və burada nəzərə almalıyıq ki, hər dəfə tam hissə ədəddən kiçik və ya bərabər olur. Çünki tam ədədləri bərabər olur, digər halda kiçik olmalıdır. Və kəsr isə 0 ilə 1 arasında yerləşməlidir. Bu tam hissə ədəddən kiçik, ən böyük tam ədəd deməkdir. Və kəsr hissə bərabər, ədəd çıxılsın tam hissə. Deməli, -2,4 ədədindən kiçik və ən böyük tam ədəd -3-dür. Bunu ədəd oxunda da görmək olar ki, -2,4-ün, tutaq ki, bu 0-dır, bu -2, -3, təxmini çəkdik. -2,4 buradadırsa, -2,4-dən kiçik, ən böyük tam ədəd -3-dür. Biz yazaq deməli, tam ədəd t bərabərdir -3. Kəsr hissə bərabərdir, ədəd çıxılsın tam hissə. -2,3 çıxılsın -3. O da bərabərdir -2,3 üstəgəl 3, 0,7. Verilmiş ədədin kəsr hissəsi 0,7-dir. 138 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, A-nın ədəd 12, 16 və 18-ə qalıqsız bölünsün? Deməli, 138-in üzərinə bir ədəd gəlməliyik. Bu x-dir və ən kiçik olmalıdır. A-nın ədəd A ədədi isə 12-yə, 16-ya və 18-ə qalıqsız bölünməlidir. Yəni, bu ədədlərin əkobunun neçəsə misli olmalıdır. Elə bir ki, n vurulsun, əkob 12, 16, 18-ə bərabər olmalıdır. 12-ni vuruqlara ayıra bilərik. Aşağıdan yazaq. 12, bunlar kiçik ədədlər olduğuna görə birbaşa yazıram. 2-nin kvartı vur 3-dür. 16 bərabərdir 2 üstü 4. 18 bərabərdir 2 vurulsun 3-ün kvadratı. Bu ədədlərin əkobu bərabərdir 12, 16 və 18 yazaq. Deməli, bütün vuruqlardan ən çox sayda olmalıdır. 2 üstü 4-dür və 3 üstü 2-dir. Hesablasaq A-nı deməli 16 vur 9 bərabərdir 144. Bu A 144-ün misillərindən olmalıdır. 144 və ya 2 qatı və ya 3 qatı. Amma x ən kiçik olması üçün bizdən ən kiçik ədəd soruşur. A-nı ən kiçik götürməliyik və 138-dən böyük olmalıdır. Deməli, tapdığımız 144-ü birbaşa A-ya yaza bilərik. A bərabərdir 144. Sonra tənliyi həll edək. 138 üstə gəlsin x bərabərdir 144. Buradan anlayış ki, x bərabərdir 6. Cavab 6. NA birləşmə B bərabərdir 30, NA bərabərdir 24 və NA kəsmə B bərabərdir 12 olarsa NB-ni tapın. EDV-nin diaqram çəkməyə ehtiyac yoxdur. İki sonlu çoxluğun birləşməsi elementlərin sayı düsturunu tətbiq edirik. Birləşmə elementlər sayı bərabərdir NA üstəgəl NB, yəni çoxluqların tək-tək elementlərin sayı çıxılsın kəsmə elementlərin sayı. Verilənlər yerinə yazaq. 30 bərabərdir 24 üstəgəl NB. Ona x yazırıq, çıxılsın kəsişmə 12. Sadələşdirək. 30 bərabərdir 12 üstəgəlinsin x. Buradan alınır ki, x bərabərdir 18. Cavab 18. Yağlılığı 2% olan 12 kiloqram südə yağlılığı 4% olan 18 kiloqram süd qarışdırılır. A-nın qarışığın yağlığı neçə faizdir? Deməli, 12 kiloqram süddə nə qədər yağ var? 10 tapırıq. 12 vur 2 bölünsün 100 bərabərdir %24 birinci süddəki yağ. İkinci süddəki yağ isə 18 vur 4 böl 100-dür. Bu da alınır %72 kiloqram yağ. Bu iki dənə südü qarışdırsaq, deməli südlərin birlikdə kütləsi olacaq 12 üstə gəlsin 18 30 kiloqram. Bunları qarışdıranda alınan yağın, süddəki yağın kütləsi olacaq %24 üstə gəlsin %72. Yəni %96 kiloqram yağ. Bu yağ, bu tapdığımız %96 südün neçə faizdir? 30 neçə faiz tapmalıyıq. Deməli, %96-nı bölürük 30-a, vururuq 100%. Bunu ixtisar aparacaq şəkildə yazaq. Deməli, %96, 30-u yazırıq. 30-da 1 vurulsun 100%. Yüzlər ixtisar gedər. 96-nı 30-a böləndə 3-ə bölsək. 32 burada alınır yuxarıda. Aşağıda 10 alınır. 32-ni 10-a böləndə alınır 3,2%. Alınan qarışığın yağlığı neçə faizdir? 3,2%. İki ədədin əkobu 90, əbubu isə 5-dir. Bu
Bu ədədlərdən biri 10 olarsa, digərini tapın. Deməli, 2 ədədin əkobu ilə əbobunun hasili, bunu AB yazaq. Əkob AB vurulsun əbob AB. 2 ədədin əbobu ilə əkobunun hasili bərabərdir bu ədədlərin hasilinə. A vur B. Yerinə yazsaq, əkob 90-dır, vurulsun əbob 5-dir, bərabərdir A 10-dur, digərini tapmalıyıq, burada B yazaq. 0-a 10-a bölsək, 0-lar gedir, alınır B bərabərdir 45. 45 ilə 10-un əbob 5-dir, əkob 90, düzdür, digərini tapın, tapdıq, oldu 45. Bölünən 14, natamam qismət 25 və qalıq 10 olarsa, bölünənin sadə bölünənlərin sayını tapın. Deməli, bölən 14-dür, natamam qismət 25, qalıq 10-dur, bölünəni bilmiş, burada A yazaq. Buradan A tapa bilərək, A bərabərdir 14 vur 25, üstə gəlinsin 10. Deməli, 2 vur 25, 50, 7 vur 25 isə 350 alınır, üstə gəlinsin 10, bərabərdir 360. Deməli, A bərabərdir 360. 360-ın sadə bölənlərini tapmalıyıq. Bunun üçün bu vuruqlara ayrılmalıdır. Deməli, 2-yə və 5-ə bölsək, alınır 36. Aşağıdan yazaq 36, arada yer qalsın. Deməli, 36, 2-yə bölünür 18, 2-yə bölünür 9, 9 3-ə və 3 də 3-ə 1. Yazaq bilərik, 360 bərabərdir 2 üstü 3, vurulsun 3 üstü 2 və 5 üstü 1. Sadə bölənlərin sayını soruşur. Ümumi bölənlərin sayını tapa bilərik. Ümumi bölənlərin sayı və onun içindən sadəsini seçməliyik. Amma birbaşa buradan görə bilərik ki, sadə bölənləri bunun 2, 3 və 5-dir. Digər bölənləri də var. 1-dən başlayır. 1, 2, 3, 4, 5, 6 ta ki 360-a qədər. Bunlar içində olan sadə bölənlər 2, 3 və 5-dir. Hansı ki, burada onlar görünür və onların sayını soruşur. Misalda olur sayı 3. Duzluluq faizi 15% olan 40 kiloqram duzlu su məhlulundan 2 kiloqram su buxarlanmalıdır ki, məhlulun duzluluğu 25% olsun. Bu tip məsələlər üçün ümumi düsturlar var, amma biz daha sadə hesabla bunu tapmağa çalışırıq. Yəni 40 kiloqram sudakı duzu tapırıq. Neçə kiloqramda 40 vurulsun 15%, bölünsün 100. 40 15 bölü 100. Sıfırları silə bilərik. 60 bölünsün 10, o da bərabərdir 6. Demək 6 kiloqram duzdur. Yazamıra duz. Və buxarlandıqdan sonra bu 6 kiloqram olmalıdır 25%. 6 nəyin 25%-dir? Onu tapırıq. 6 bölünsün 25 vurulsun 100. 100 və 25 ixtisar apara bilərik. Alınır 6 vur 4 24. Deməli, məhlul 24 kiloqram olsa, onun içindəki 6 kiloqram duz olacaq 25%. Bizim məhlul 40 kiloqramdır. Olmalıdır 24 kiloqram. Deməli, 16 kiloqram su buxarlanmalıdır. 40 çıxılsın 24 bərabərdir 16 kiloqram su buxarlanmalıdır. Neçə kiloqram su buxarlanmalıdır? 16. A ədədinin 3 misli, yəni 3A, bərabərdir B ədədinin 2 mislinə. Yazırıq 2B'yə bərabərdir. B ədədinin 4 misli, 4B bərabərdir C ədədinin 5 mislinə. 5 vurulsun C. C ədədi A ədədi neçə faizdir? C və A arasındakı faizi tapmalıyıq. Ona görə B-ni itirə bilərik. B-ni itirmək üçün yuxarıdakını 2B-ni 4B eləmək üçün sol və sağ tərəfi 2-yə vururam. Alınır 6A bərabərdir 4B. Və aşağıdan da yaza bilərik ki, o da bərabərdir 5C-yə. Biz tapırıq ki, 6A bərabərdir 5C. Bu bərabərlikdən belə yazmaq olar ki, A bərabərdir 5K-da, yəni 6 vur 5 bərabərdir 30-a. C də bərabərdir 6K-ya. 6 və 5 qarşılığı sadə olduğu üçün bu şəkildə yaza bilərik. C A-nın neçə faizdir? Demək ki, A-ya yazmalıyıq 100%, C-yə isə X. Faiz yaza bilərik yanına. Çarpaz vursaq, 5K vurulsun X bərabərdir 6K vurulsun 100. K-lar ixtisar gedir, qalır 5X bərabərdir 600. Əslində 5 ilə 100 də bölə bilərdik. X bərabərdir 120%. C ədədi A-nın neçə faizdir? 120%-dir. Verilənlərə görə şəklə əsasən BOF bucağını tapmalıyıq. Burada BCD, Y və F sınır xəttinə baxırıq. Burada AB və KF paralel olduğuna görə şərtdə
sol tərəfdəki bucaqlar sağ tərəfdəkilərin cəminə bərabər olmalıdır. Bunun alınması buradan paralel xəttə çəkməklədir. Biz həm alınması yazmırıq, birbaşa düsturu istifadə edirik. Deməli, x üstə gəlinsin 65 dərəcə, üstə gəlinsin y bərabərdir 73 dərəcə, üstə gəl 48 dərəcə. Buradan tapırıq x üstə gəl y bərabərdir. Deməli, 7, 4, 11, 121 dərəcə çıxılsın 65 dərəcə. X üstə gəl y bərabərdir. 11-dən 5, 6, 11-dən 56 dərəcə. X plus y cəmini tapdıq. Tapmalıyıq BOF bucağını. Bu bucaq da bərabərdir. Bu x-in sağ tərəfindəki bucaq. Alfa yaza bilərik. Bu da beta yazaq. Alfa və betanın cəminə bərabərdir. Amma biz alfa 90 dərəcə və x-a görə, bir də aşağıdakı y 90 dərəcə betaya görə tapa bilək alfa və betanın cəmini. Deməli, x üstə gəl 90, üstə gəl alfa yuxarıda 180-dir, üstə gəlsin aşağıda y üstə gəl 90, üstə gəlinsin beta bərabər 360. Biri bu xəttəki 180 dərəcədir, yəni bu sağdakı. Digər isə bu yuxarıdakı 180 dərəcədir, soldakı. Buradan x plus y yəni 56 yazsaq, 56 dərəcə üstə gəlinsin alfa, üstə gəl beta bərabərdir 180 dərəcə yaza bilərik. Çünki 360-dan 2-dən 90 çıxdıq. Alınır alfa üstə gəl beta bərabərdir 180 çıxılsın 56 dərəcə, o da bərabərdir 124 dərəcə. Biz tapmalıyıq BOF bucağını. Bu bucaq da alfa üstə gəl beta cəminə bərabərdir və biz tapmışıq alfa plus betanı 124 dərəcə. Cavab 124 dərəcə. Ədəd oxu üzərində 2x üstə gəl 7 nöqtəsi ilə 3x üstə gəl 3 nöqtəsi arasındakı məsafə 9 vahiddir. X-in mümkün qiymətlərin cəmini tapın. Burada 2 hal var. Ona görə mümkün qiymətlərin cəmini soruşur. Nöqtənin hansının solda, hansının sağda olmasına görə biz 2 dənə x tapmalıyıq. Deməli, ola bilər ki, 2x üstə gəl 7 soldadır. 3x plus 3 sağdadır. Bu birinci haldır və bunların fərqi. Bu məsafə 9-sa bunların fərqini tapırıq. Sağdakindən soldakini çıxırıq. 2x üstə gəl 7 bərabərdir 9. Mötərizəni açacaq. X çıxılsın 4 bərabərdir 9 alınır. X bərabərdir 13. Yoxlaya bilər, amma ehtiyac yoxdur. X 13-dür. İkinci halda isə tərsinə yerləşir. Soldakı sağda olmalıdır. Sağdakı solda. İlk şəklə görə. Deməli, 3x üstə gəl 3 soldadır. 2x plus 7 sağdadır. Məsafə də 9-dur. Yenə sağdakindən soldakini çıxırıq. 2x üstə gəl 7 çıxılsın 3x üstə gəl 3 bərabərdir 9. Mötərizəni açacaq alınacaq. Mənfi x üstə gəl 4 bərabərdir 9. Əslində bunun əksi alınmalıdır buradan. Buradan alınır mənfi x bərabərdir 5, x bərabərdir mənfi 5. Mənfi 5 və 13 ədədlərinin x-in mümkün qiymətlərini cəmini tapırıq. 13 üstə gəl mənfi 5 bərabərdir 8. Cavab 8. A, B, C, D, Y, F ədədlərinin ədədi ortası 87-yə bərabərdir. Bu ədədlərə hansı yeni ədədi əlavə edəcək? 93, ədəd orta 93 olsun, olar. Deməli, birinci yazırıq bu ədədlərin cəminin sayına nisbəti. İlk 6 ədədin cəminin sayı, yəni 6 nisbəti bərabərdir 87. Deməli, bu ədədlərin cəmi bərabərdir 6 vurulsun 87-yə. A plus B, C, D, Y, F bərabərdir 6 vurulsun 87. O da bərabərdir 522. 6 vur 7, 42. 4 gəldə 48 və 52. Bunlara yeni bir ədəd əlavə olunmalıdır. 7-ci bir ədəd, onu da x ilə işarə edək. Deməli, A plus B üstə gəl C, D, Y, F və x. Bu cəmi böləndə 7-yə ədəd orta 93 olmalıdır. Biz ilk 6-sının cəmini bilirik, 522-dir. Onda alınır 522 üstə gəlsin x bərabərdir 93 vurulsun 7. Deməli, 522 üstə gəl x bərabərdir 93-ü 7-yə vururuq. 3 vur 7, 21, 1 yazırıq 2 yadda, 7 vur 9, 63, 2 də yadda gəlsək 65. Onda alınır x bərabərdir 651 çıxılsın 522 bərabərdir. 11-dən 2 9, 4-dən 2
2 və 129. Cavab 129. Uyğun tərəfləri paralel olan bucaqlardan biri x üstəgəl 20 dərəcə, digəri isə 4x çıx 10 dərəcə olarsa, x-in mümkün qiymətlərinin cəmini tapın. Bu bucaqlar ya bir-birinə bərabərdir, buna alfa deyək, buna beta deyək. Birinci hal bunlar bir-birinə bərabər ola bilər. İkinci halda isə bu bucaqların cəmi 180 dərəcə olmalıdır. Bərabər olan hal üçün hesablayaq, x-i tapaq. X üstəgəl 20 dərəcə bərabərdir 4x çıxılsın 10 dərəcə. X-ləri sol tərəfə keçirik. Mənfi 10 çıxılsın 20 dərəcə. Mənfi 3x bərabərdir mənfi 30 dərəcə və x bərabərdir 10 dərəcə olur. Digər hala baxaq. Cəmi 180 dərəcə olmalıdır. X üstəgəl 20 üstəgəl 4x çıxılsın 10 bərabərdir 180 dərəcə. Burada alınır 5x üstəgəlsin 10 dərəcə bərabərdir 180 dərəcə. 10 dərəcəni sağa keçirsək 5x bərabərdir 170 dərəcə alınır və x bərabərdir 34 dərəcə deməkdir. X-in mümkün qiymətlərinin cəmini soruşur. 10 dərəcə üstəgəlsin 34 dərəcə bərabərdir 44 dərəcə alınır. Cavab 44 dərəcə.